Paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində polis xüsusi əməliyyat axtarış tədbirləri həyata keçirib. Nəticədə ayrı-ayrı şəxslərdən qanunsuz olaraq silah və sursat aşkarlanıb. 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qəsəbə sakini İmran Ağarzayevin evində odlu silah-sursat gizlətməsi müəyyən edilib. Onun həyətində bastırdığı Kalaşnikov markalı avtomat, 90 ədəd patron və 2 ədəd avtomat darağı aşkar edilərək götürülüb. Dedi, bizdə məlumat var ki, səndə silah var. Getdim mən də onlarla bir yerdə, hasarın dibində bastırmışdım avtomatı. Qazıdım, 1 ədəd avtomat Kalaşnikov, 2 dənə mağazin, 90 ədəd güllesini çıxardıb bunları təqdim elədi. Digər əməliyyat axtarış tədbirləri nəticəsində Alim Zəkiyev də saxlanılıb. Onun qəsəbə ərazisində yeni tikildə olan bağ evinin zirzəmisinə baxış zamanı gizlətdiyi Kalaşnikov markalı odlu silahdan atəş etmək üçün nəzərdə tutulan 34 ədəd patron və avtomat darağı aşkar edilərək götürülüb. Polis əməkdaşları gəldi bizə qapıya, yaxınlaşdılar, dedilər, səndə bizdə məlumata görə səndə silah var, dedim, bəli var. Getdim, silahı bastırdığım yerə, bağda bastırdığım yerə, onları çıxartdım, təhvil verdim. Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.